Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Noyabrın 14-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə hava hücumu nəticəsində səfirliyimizin binasına ciddi ziyan dəyib. Məlumata görə səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur. Qeyd edək ki, bu artıq birinci hal deyil. Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Hadisə ilə əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota verib. Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mikhail Yevdokimov xina çağırılaraq Rusiyadan məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub. Ukrayna prezidenti Volodimir Zelenski bugün Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə Zelenski Azərbaycanın Ukraynadakı səfirliyinin növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayaraq hadisə ilə bağlı ciddi narahatlığını bildirib. Prezident İlham Əliyev isə səfirliyimizə növbəti raket hücumunu pisləyərək bildirib ki, beynəlxalq hüquqa görə diplomatik nümayəndəliklərə qarşı belə hücumlar qəbul edilməzdir. Dövlət başçıları eyni zamanda iki tərəfli əlaqələrə dair fikir mübadiləsi də aparıblar. Nizami rayonunda fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən həmin məntəqənin sahibi Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdamirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanıblar. Sexə baxış zamanı 2 tona yaxın keyfiyyətsiz ət məhsulu aşkarlanıb. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiqlənib. Faktla bağlı araşdırmalar davam etdirilir. Türkiyənin Gürcüstanda qəzaya düşən təyyarəsində şəhid olan 20 hərbiçi ilə Ankarada vida mərasimi keçirilib. Vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri, şəhid hərbiçilərin yaxınları iştirak ediblər. Mərasimin ardınca cənazələr hərbiçilərin doğulduğu bölgələrə göndərilib. Xatırladaq ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədə olan 20 hərbiçi şəhid olub. Sabah ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Havanın temperaturu gecə 10-13, gündüz 16-19 dərəcə isti olacaq. Rayonlarda isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.